Asan İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb. Asan Xidmətin və Kontaktın birgə təşkilatçılığı ilə Şuşa şəhərində Zəfərdən İnkişafa media inkişaf proqramı keçirilib. Proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən 3-cü dəfə reallaşdırılır. 22 iyul Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər. Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik və bacarıqlarının gücləndirilməsidir. İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Workshoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu ilə xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub. Bu ilin özəlliyi ondadır ki, ötən il media nümayəndələrindən birinin arzusu təlimin məhz Şuşada keçirilməsi idi və bu il biz bu arzunu reallaşdırdıq. Bugün süni intellekt alətlərinin effektiv istifadəsi, kommunikasiyada rolu, yenilənən trendlər, onlara uyğunlaşma, praktiki olaraq təlimçi tərəfindən onlara izah olundu. Kontakt olaraq belə bir layihənin tərəfdaşı olmaqdan çox məmnunuq. Qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrimizi təbrik edirik. Bu layihənin məhz bugün Şuşada, Xankəndidə keçirilməsi bizim üçün ayrıca bir qürur mənbəyidir ki, inkişaf etməkdə olan ölkəmizə, Qarabağımıza belə bir layihə ilə geri dönmüşük. Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa Regional Asan Xidmət Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Öyrənmək heç zaman gec deyil və arzu edirəm ki, davamlı olsun, mən yenə gəlim. Süni intellektin imkanları ilə bağlı yeni təcrübələr qazandıq, yeni məlumatlar əldə etdik, öyrəndik. Düşünürəm ki, bu kimi təlimlər insanların rəqəmsal bacarıqlarının inkişafına, yeni texnologiyalara adaptasiya olması üçün çox mühümdür. Burada əldə edəcəyimiz nəticələri biz öz fəaliyyətimizdə istifadə edəcəyik. Hazırki təlim mənə çox fayda verdi. Çünki süni intellektlə bağlı idi və sözün həqiqi mənasında hər gün yenilənən texnologiyalar, hər gün yenilənən sistem çox faydalı məlumatlarla yanaşı bizə yeni biliklər də öyrətdi. Şəxsən nə qədər proqram adları qeyd etdim ki, öz işimdə də istifadə edim. Və bu təlimin və tədbirin çox önəmi böyükdür. Çünki bilirsiniz ki, mediamız yeni çağırışlara tələb verməlidir. Bu çağırışlardan biri rəqəmsallaşma və süni intellektdir. Bu cür təlimlərin məhz davamlı olması, xüsusilə də bu gün Şuşada və Xankəndidə keçirilməsi özəlliklə Milli Mətbuat Günü ərəfəsində yəni rəmzi həm də strateji məna daşıyır. Süni intellekt artıq bizim media sahəsində fəaliyyətimizə də müsbət təsirini göstərir və bu bizim həm işimizi asanlaşdırır, digər tərəfdən də məsuliyyətimizi artırır. Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. YouTube kanalımıza abunə olun.